Bakıda 2-ci Türk İnteqrasiya Olimpiyadasının final mərhələsi keçirilib. Hədəf şirkətlər qrupu tərəfindən keçirilən 2-ci Türk İnteqrasiya Olimpiyadasının final mərhələsi baş tutub. Tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiyadasının ideya müəllifi və layihə rəhbəri Dosent Şəmil Sadiq açıb. Şəmil Sadiq nəzərə çatdırıb ki, Olimpiyadanın 2025-ci il buraxılışında Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızistan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qaqauz elindən 13-16 yaş aralığında olan şagirdlər iştirak ediblər. Suallar məhz Türk dünyasını ifadə edən suallardır. Niyə? Çünki biz bir sualda həm Türk dünyası tarixini, ədəbiyyatını, mədəniyyətini, coğrafiyasını ifadə eləmiş oluruq ki, bu suallara hamı eyni suala cavab vermiş olur. Və bu ilə özəl olaraq Olimpiyadanın kuboku Türkün mifoloji simvolik rəmzi olan qızıl alma olacaq. Mükafatlandırma mərasimi Bakı şəhərində Grand Neon restoranında baş tutub. Qaliblərə medallar, sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.